Tatarlar bilen Azerbaycanlarını dağında yakınaytıcı, ruhu dünyamızı bayıtıcı ehemmiyetli edebi proyekt. Bu bizim aradaki tarihi, medeni hem dil beğenişlerin nıgıcı bir kupir bulup duran. Уважаемые гости, дорогие коллеги, для нас большая радость и честь приветствовать вас сегодня в стенах постоянного представительства Республики Татарстан в Азербайджанской Республике на презентации антологии «Современные азербайджанские рассказы, изданные на татарском языке». Эта книга не просто сборник литературных тем. И мы уверены, что эта антология не только вызовет читательский интерес, но и послужит началом новых переводов, новых инициатив и новых встреч между литераторами Азербайджана и Татарстана. В нашем зале присутствует депутат Милли Меджлиса Фазил Мустафа. Его приветствую. Он является председателем комитета Милли Меджлиса по работе с общественными организациями и религиозными
рассказов, которые были напечатаны в этой книге. Также присутствуют наши гази, наши ветераны Карабахской, Первой и Второй Карабахской войны, Альберт Миняев, Расим Яхин, который участвовал в боях за Шушу. Поприветствуем их. Далее я передаю слово нашему уважаемому писателю, общественному деятелю Акберу Гошалы. Çok sağ olun Emrah Hanım. Hürmetli Murat Müəllim, Tatarstan Respublikasının, Azərbaycan Respublikasındakı daimi nümayəndəsi, hürmetli komitə sədrimiz Fazil bəy, Yazılar Birliğinin katibi, Əməkdar İncəsənət xadimi, hürmetli Elçin bəy, hürmetli dostlar, sizin hər birinizi tək-tək bir daha salamlayırıq. Burada bizim Azərbaycan Tatar İsmasının nümayəndələri iştirak edir. Azərbaycan ədəbi ictimaiyyətinin tanınmış imzaları iştirak edir. Kütləvi müqaviməsi vasitələrimizin nümayəndələri iştirak edir. Tatarstanın Azərbaycandakı nümayəndəliyi bugün qeyri-iş günü olmasına baxmayaraq öz ürəklərini və zallarını bizim üçün açmışlar. Buna görə də Murat müəllimin başda olmaqla Tatarstanın Azərbaycandakı nümayəndəliyinə bir daha könül dolusu təşəkkür edirik. Çox sağ olun. Baxmayaraq ki, bir yaradıcılıq atmosferi var bugün burada. Ədəbiyyatdan danışırıq. Azərbaycan nəsrinin, yeni nəsil nümayəndələrinin Tatarstanda işığıcı görən antologiyasının işığına yığışmışıq. Bununla beraber burada 1-ci və 2-ci Qarabağ müharibəsinin Azərbaycanda yaşayan Tatar kökənli qazilərinin iştirakı da elə bilirəm ki, çox məqsədə uyğun, çox anlamlı və bizim bugünkü tədbirimizə dərinlik kazandıran, üfüq kazandıran hadisədir. Üzvlərini, həm səlahiyyətli nümayəndəmizi, səfirimizi və burada bizim Azərbaycan ədəbiyyat camiasını, fikir camiasını təmsil edən dəyərli dostlarımızı, hamısını salamlayıram. Əhbər və geniş bilgi verdi. Biz ümumiyyətlə Tatarca və Azərbaycan türkcəsində ona görə danışmalıyıq ki, qulağımız bu sözləri alsın. Çox danışdıqca, çox ünsiyyətli olduqca biz bir-birimizi artıq rahatlıqla başa düşəcəyik. Çünki ingilislərdə də belədir. Avstraliyada danışan, yaxud da Britaniyada danışan, fərqli Amerikada danışan, fərqli üslubda, fərqli dialektdə danışırlar, amma o qədər danışırlar ki, bir-birini daha dərindən anlaya bilirlər. Ona görə də buna alışdırmalıyıq özümüzü. Mən əvvəla bu kitabın ərsəyə gəlməsində rolu olan hər bir şəxsə təşəkkürümü bildirirəm. Çox önəmli hadisədir. Bir şeyi qeyd edeyim ki, 20-ci əsrin əvvəllərində Tatar ictimai, ədəbi və fəlsəfi mühiti ilə Azərbaycan ictimai fəlsəfi mühiti arasında olan əlaqələrin bugün çox cüzi hissəsi mövcuddur. Yəni biz o əlaqələri dirçəldədiysək, onun maştabını bugünkü səviyyə gətirib uyğunlaşdıra bilsək, biz bir-birimizi daha dərindən tanıyacağıq. Söhbət təkcə ədəbiyyatdan getmir, fikir həyatından gedir. Sovet dövründə şairləri, yazıçıları müəyyən dərəcədə tanımağa imkan verirlər. Amma filosofları, din alimlərini, hansısa dövlət adamlarını tanımağa imkan vermirlər. Yəni o dövrdə biz deyək ki, Çokayoğlu'nu, yaxud da Zəki Vəlidi Doğanı və bir sıra Bigiyevi, məsələn, Usta Cavullah Bigiyevi və bu kimi mütəfəkkirləri biz tanımırdıq. Amma zaman keçdikcə Tatar mühitində nə qədər böyük aydınların yetişdiyini gördük. Əbdülrəşid İbrahimov kimi böyük bir səyyah, dünyanı gəzən və fikirlərini orada yayan böyük şəxsiyyətləri biz sonradan tanımalı olduq. Və Abdülqadir İnan kimi. Fazil bəy, çox sağ olun. Həmi kitab deyirəm, nümayəndəliyinə görə və belə bir isti bizə qəbul yaptılar. Və Əkbər bəy doğrudan da, həm də Gülü xanım da buradadır, son zamanlarda bizim İntiqam Yaşar, Türk dövlətlər arasında, əsasən
Türk Dövlətləri Birliyini Türk Xalqları Birliyinə əvəz eləməyin tərəfindən və çox adam onu Şuşaya gələndə dəstəklədi. Ən çox Türk ölkələrinin olanlardır. Orada elə belə xırdaca bir fikir dedim. Deyim, Türk Xalqları Birliyi, bəlkə Türk Dövlətləri Birliyi. Yəni, düz bilirsiniz ki, Rusiya ərazisində Sibir Türk torpaqlarında 20-19 subyekt var. Ancaq onun hamısı təbii muxtar deyirlər. Və Turan Birliyi deyəndə, mən çox üzr istəyirəm, mən kitab haqqında biraz az danışdım, amma biraz danışdım ki, göz qabağındadır və Əlbər bəy. Ancaq sadəcə mən nəyi demək istəyirəm, Fazil bəydən ona müəyyən mənada toxundum. Turan Birliyi yaranmaqdadır və həm Tatarlar, həm Başqırtlar, həm Özbəklər, həm onlar tarixdə Soğuqlar kimi gedir, Bəyliklər kimi gedirlər, Düşmənlər Qarlıqlar kimi gedir, Turgeşlər, Qazaxlardır, Qırğızlar Yüzalıyla gedir. Göytürk İmperiyasının xalqanatlığının 13 milyon kvadrat kilometr ərazisi olur. Bu vaxt bizim dostumuz olan Çinli Sovet vaxtı Sibir torpaqlarını istəyirdi. İndi Şərqi Qazaxıstandan da müəyyən iddialar var. Qurmiyova deyiblər ki, bunu araşdır. Bura öz torpaqlarında, Çin'də bura niyə deyil? Bura Komünist Partiyası. Fəxr edirəm. Nazim bəyin o fikrini vurğuluyuram ki, bəli, biz Azərbaycanda danışmalıyıq. Artıq bizim orta əlifbamız hazırdır. İnşallah dilimiz də olacaq. Amma mən daha yaxşı başa düşmək üçün burada bir Rusça da əlavə eləmək istəyirəm. Уважаемые друзья, я очень горд, счастлив оказаться здесь. Я рад, что мой рассказ тоже вышел в этой книге. Я возглавляю общественный совет при главе исполнительной власти города Сумгаита. Есть у нас клуб друзей Сумгаита. Но мои книги переведены на 5 языков. Но моя теща больше всего была рада, что у меня рассказ вышел на татарском языке. Потому что моя теща татарка. И у нее было поручение. Она пыталась мне какой-то даже стих, чтобы я выучил. Но в следующий раз, пожалуйста. Я просто не запомнил. Но есть поручение от моей тещи. Ей в этом году исполнится 88 лет. Жива, здорова, чего и вам желаю. Ну, поручение такое, что она просила Мурат Бею вручить вот этот подарок, символ города Сумгаита. И от имени тещи я приглашаю его в наш город. Я думаю, что и Мурат Бей, и моя теща будут очень довольны. Ну, прекрасно. В июле будет открыто. Мы будем с вами согласовывать. We
Çeçevlilərə, kitabını bastırıda qatnaşqan hər kimə çift güneldən rəhmətimizi bildirəriz. Hörmətli iştirakçılar, əziz qonaqlar, inanıram ki, bu antologiya sadəcə oxucu masasının üzərində qalmayacaq. O, yeni bədii tərcümələrə, ortaq layihələrə, elmi və mədəni əməkdaşlıqlara təkan verəcək. Diqqətinizə görə